Əbdülmüslüm Məhəmmədoğlu Maqamayev 18 sentyabr 1885-ci ildə Qrozno şəhərində dəmirçi ailəsində anadan olmuşdur. Ailəsinin musiqiyə olan həvəsi gələcək bəstəkara öz təsirini göstərmişdi. O, ilk ibtidai təhsilini Qroznodakı 2 illik məktəbdə almışdı. 1899-cu ildə Müslüm Maqamayev məktəbi bitirib Qori şəhərinə gedir və Zaqafqaziya müəllimlər seminariyasına daxil olur. Qori seminariyasında gələcək bəstəkar həmyaşıdları kimi ilk musiqi təhsilini almış və sonralar daha da təkmilləşdirmişdi. Seminariyada Müslüm skripkada, qaboyda çalmağı öyrənir, vokal və musiqi nəzəriyyəsi fənlərini mənimsəyirdi. Maqamayevin ideya estetik və bədii tərbiyəsində Rus və Qərbi Avropa klassiklərinin öyrənilməsi böyük rol oynadı. O ilk dəfə məhz burada Mozartın, Glinkanın, Çaykovskinin, Bizenin, Verdinin, Beethovenin, Gnonun, Baradinin və başqalarının əsərləri ilə tanış olur. Tez-tez Üzeyir Hacıbəyli ilə birlikdə tətil günlərində Tiflisdəki opera teatrına, simfonik musiqi konsertlərinə gedir. Müslüm Maqamayev böyük həvəslə, tələbələrin qüvvəsi ilə təşkil olunmuş xorda oxuyur, orkestrdə çalırdı. Xüsusilə də onu xor və dirijorluq etdiyi orkestr cəlb edirdi. Bu illərdə o, Zaqafqaziya, xüsusən də Azərbaycan musiqisi ilə tanış olmağa başlayır. O, xalq mahnılarını toplayır və nota yazır. Onları xor üçün işləyir. Seminariyada Maqamayev gələcəyin yazıçıları, Azərbaycan teatr sənətinin xadimləri ilə tanış olur. Azərbaycan opera sənətinin klassiki Üzeyir Hacıbəyli ilə dostluğu da buradan başlamışdır. 1904-cü ildə seminariyanı bitirən Maqamayev təyinatla Şimali Qafqaza gedir və bir il işlədikdən sonra Azərbaycana köçür. 1905-ci ildən 1911-ci ilə kimi Müslüm Maqamayev Lənkəranda yaşayır və orada müəllimlik edir. Bütün bu illər ərzində o məktəbdə müəllimlikdən əlavə maarifçilik işlərinə də xüsusi diqqət yetirir. Müslüm Maqamayev burada şagirdlərinin qüvvəsi ilə xor və dram dərnəklərini təşkil edir. Dərnək üzvləri tez-tez tamaşaçılar qarşısında kiçik pyesləri səhnələşdirir. Xalq mahnılarını öyrənib oxuyurlar. 1911-ci ildə ekstern yolu ilə Tiflis Müəllimlər İnstitutuna imtahan verəndən sonra Müslüm Maqamayev Bakıya gəlir və milli musiqili teatrın yaradılması uğrunda çalışan Üzeyir bəyə və Azərbaycan incəsənətinin digər qabaqcıl xadimlərinə qoşulur. 1913-cü ildə Üzeyir Hacıbəylinin ən yaxın silahdaşlarından biri olan Maqamayev orkestrda skripka çalır, opera tamaşalarına dirijorluq edir və musiqili teatrın rəhbərlərindən biri kimi bu teatrın yaradıcılığı və təşkilatı məsələləri ilə məşğul olur. 1912-ci ildə Müslüm Maqamayev özünün ilk operası olan Şah İsmayılı yaradır. Bu opera 1919-cu il martın 7-sində tamaşaya qoyulmuşdu. 1924-cü ildə Müslüm Maqamayev opera teatrının dirijoru və bədii rəhbəri vəzifəsində çalışır. 1929-cu ildən o, Azərbaycan radio mərkəzinə rəhbərlik edir. Bu illər ərzində Maqamayev teatrda dirijorluq fəaliyyətini davam etdirir. Yaradıcılıqla gərgin məşğul olur. 1924-25-ci illərdə, bir qədər sonra 30-cu ildə Şah İsmayıl operasının yeni redaksiyaları hazırlanır. 1927-ci ildə Üzeyir Hacıbəyli ilə birlikdə Azərbaycan xalq mahnılarının nota yazılması və işləmələrindən ibarət məcmuələri nəşr etdirir. 20-ci illərin sonu, 30-cu illərin əvvəllərində Maqamayev Azərbaycanda kütləvi mahnı janrının ilk nümunələrindən olan Yaz, Tarla, Bizim kənd, Neft mahnılarını yaradır. Eyni zamanda bu illərdə o Azərbaycan simfonik musiqisinin ilk nümunələrindən olan kiçik orkestr əsərlərini də yaradır. Azərbaycan çöllərində, Ceyran rapsodiyaları, Piştəraməti Cəhargah, Dərviş fantaziyaları, Turan, Əskərani, Ləzginka rəqsləri, Zəngi Şüştər, Təsnif-i Şur, Şəlalə, Pionerlər marşı, Azərbaycan radiosunun marşı, partiyanın 17-ci qurultayına həsr olunmuş marş pyesləri və s. Nərgiz operasının yaranması Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında böyük yaradıcılıq nailiyyəti və mühüm mərhələ olmuşdu.
Bu opera 1935-ci il dekabrın 24-də Axundov adına Azərbaycan Dövlət Opera və Dövlət Teatrının səhnəsində tamaşaya qoyulmuşdur. 1936-cı ildə Maqomayev əməkdar incəsənət xadimi fəxri adına layiq görülür. Həmin il o operanın yeni redaksiyası üzərində çalışır, lakin bu işi sona çatdırmaq ona nəsib olmur. Ağır xəstəlikdən sonra Maqomayev 1937-ci ildə vəfat etmiş və Bakıda dəfn olunmuşdu. Nərgiz operasının yeni redaksiyası 1938-ci ildə Moskvada keçirilən Azərbaycan İncəsənəti 10 günlüyündə ifa olunmaq üçün Azərbaycan hökumətinin tapşırığı ilə bəstəkarlardan Qliyer və Niyazi tərəfindən həyata keçirilir. Azərbaycan Dövlət Filarmoniyasına Müslüm Maqomayevin adı verilir.